Salam, axşamınız xeyir olsun, əziz izləyicilər. Mən Məmmədov İlkin, Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq 6 mart 2025-ci il tarixində Ucar rayonu 20 yanvar küçəsində çəkiliş aparıram. Mənim bu çəkiliş aparmaqda məqsədim həmin bu küçədə yaranmış, yəni işıqlanma ilə bağlı yaranmış problemdir. Mən əvvəla Ucar rayon elektrik şəbəkəsinə yeni təyin olunmuş rəhbərliyə xoş gəlmişsiniz deyirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Və ümid edirəm ki, Ucar rayonun işıqla bağlı problemlərin həllinə ötürü siz də öz köməkliyinizi bu rayona göstərəcəksiniz işlədiyiniz dövrdə. Deməli, həmin bu küçənin 2 ay yaxındır ki, işıqlanması təmin olunubdur. Təəssüflər olsun ki, elə həmin bu vaxt ərzində də küçədə quraşdırılmış işıq dirəklərinin 40%-də artıq problem yaranıbdır. Yəni ki, işıqlanma yoxdur. Misal olaraq həmin bu ərazini göstərirəm və bu küçənin axırına kimi gedəndə də belə qaranlıq yerlər görə bilərsiniz. Deməli, 20 yanvar küçəsində işıqlanma üçün quraşdırılan 58 işıq dirəyi var və bu 58 işıq dirəyinin də 20-sində artıq işıqlanma yoxdur. Və bəzi yerlərdə, yəni bura indi qaranlıq olduğu üçün göstərə bilmirəm, görünmür. Bəzi yerlərdə də ümumiyyətlə işıq dirəklərinə heç plafon da qoşulmamışdır. Mən buradan Ucar elektrik şəbəkəsinin rəhbərliyinə məlumat vermək üçün yəni bu çəkiliş aparıram. Çünki rəhbərlik yeri təyin olunubdur. Ola bilər ki, həmin bu küçədə yaranmış problemdən xəbərdar deyil. Ona görə də çəkiliş aparıb məlumat verirəm ki, yəni həmin bu küçənin 20 yanvar küçəsinin işıqlanmasının tam şəkildə təmin olunmasından ötürü öz tapşırıqlarını versin. Və deməli 20 yanvar küçəsinə perpendikulyar vəziyyətdə birləşən Ucar rayonu 28 may küçəsi vardır ki, biz həmin küçədə çəkiliş aparmışdıq ictimai nəzarətçi olaraq. Deməli, həmin küçədə də uzun illərdir ki, quraşdırılmış işıq dirəkləri olsa da işıqlanma təmin olunmamışdır. Və bizim çəkilişimizdən sonra Ucar rayon İcra Hakimiyyətinin rəhbərliyindən bizə məlumat verildi ki, həmin küçənin də işıqlandırılmasından ötürü Ucar elektrik şəbəkəsinə tapşırıqlar verilmişdir. Təəssüflər olsun ki, artıq verilən vəddən bir aydan çoxdur ki, vaxt keçibdir. Həmin küçənin işıqlandırılmasından ötürü heç bir işdə görülməmişdir. Mən buradan Ucar rayon elektrik şəbəkəsinin rəhbərliyinə müraciət edirəm və xahiş edirəm ki, həmin bu küçədə 20 yanvar küçəsində və 28 may küçəsinin işıqlanmasının tam təmin olunmasından ötürü öz tapşırıqlarınızı verəsiniz. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.